ABŞ Rusiya-Ukrayna savaşı ilə bağlı gözlənilən sülh planını təqdim edib. Sənəd müttəfiqlərin Parisdə keçirilən toplantısında müzakirə olunub. Prezident Donald Trump'ın xüsusi elçisi Steve Witkoff layihə ilə bağlı Fransa lideri Emmanuel Macron'la danışıb. Dövlət katibi Marco Rubio və digər milli təhlükəsizlik müşavirləri də bu məsələyə toxunublar. Plana əsasən Moskvaya tətbiq olunan sanksiyalar yumşaldılacaq. Həmçinin münaqişə bir il müddətinə dondurulacaq. Kiyev NATO-ya üzv qəbul edilməyəcək. Eyni zamanda Rusiyanın tutduğu torpaqlar da Moskvanın nəzarəti altında saxlanılacaq. İddialara görə Vaşinqton Krımı Rusiyanın ərazisi kimi tanıyacaq. Amerika Birləşmiş Ştatlarının niyyəti məhz münaqişəni dondurmaqdır. Krımın Rusiyanın ərazisi kimi tanınması digər bölgələr barəsində danışıqların aparılmasıdır. Ukraynanın şərqi barəsində danışıqlara aparılmasıdır. Ancaq Ukrayna tərəfinin bunu qəbul edəcəyi sual altındadır. Çünki Krımın Rusiyanın nəzarətinə keçməsinin Ukrayna tərəfindən qəbul edilməsi Zelenski hakimiyyətinin həmin o təşkil etdiyi müqaviməti, Rusiya əleyhinə müqaviməti sındıra bilər. Xarici nəşrlər yazır ki, təkliflər paketində Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsinə dair bəndlər də yer alıb. Planla bağlı Kiyevlə müzakirələrin aparılmasına ehtiyac var. Sənədin təqdim olunduğu bir vaxtda ABŞ-dən danışıqlarla bağlı xəbərdarlıq gəlib. Dövlət başçısı Donald Trump deyib ki, heç bir irəliləyiş olmasa, ABŞ Rusiya-Ukrayna sülh razılaşmasının əldə olunmasında vasitəçilik səylərini davam etdirməyəcək. Belə olacağı təqdirdə o, Kiyevə hərbi yardımın dayandırılacağını da söyləyib. Analizlər onu göstərir ki, Rubio'nun bu fikirləri Ukraynaya təzyiq məqsədi daşıyır. Münaqişənin həllinə tezliklə nail olmaq istəyirik. Əgər heç bir irəliləyiş görməsək, biz sadəcə siz axmaq və dəhşətli insanlarsınız deyərək kənara çəkiləcəyik. Amma ümid edirik ki, bunu etmək məcburiyyətində qalmayacağıq. Problemi həll etmək üçün yaxşı şansımızın olduğunu düşünürəm. Trump'ın əsas maksadının Ukrayna krizi üzerinden Rusya'yı Amerika ile birlikte hareket eder görüntüsüne kavuşturmak veya birlikte hareket etmeyi sağlamak. Özellikle Çin'e karşı almış olduğu ekonomik tedbirleri biraz daha genişleterek Çin'e karşı büyük bir cephe oluşturmak arzusunda. Amerika bir taraftan Ukrayna krizini kontrol altına çalışırken diğer taraftan Orta Doğu'da İsrail-İran gerginliğini bitirip İran'la normalleşmeye çalışıyor. Vaşinqtonun sülh planının bəzi bəndlərinə Avropa rəsmiləri müsbət qarşılamayıb. Rusiyaya qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsi hələ də sual altındadır. Lakin müttəfiqlərin sanksiyaların bir hissəsinin ləğv edilməsinə razılıq verəcəkləri bildirilir. Bu plan Rusiya və Ukrayna arasındakı münaqişənin yekun həlli kimi hesab edilməyəcək. Çünki Kiyevin Avropalı tərəfdaşları ələ keçirilən ərazilərə Moskvanın nəzarət etməsini istəmirlər.